Salam, hər vaxtınız xeyir əziz və dəyərli izləyicilər. Yeni gündən yeni bir vlog ilə yenə də qarşınızdayım. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, təki yaxşı olun. Məni soruşsanız şükürlər olsun, mən də yaxşıyam. Yenə çalışmışam maraqlı bir vlog hazırlayayım sizin üçün. Günlərdən ayın neçəsidir dəqiq bilmirəm. Hardasa aprel ayının ortaları idi çəkiliş etdiyim. Hemen bu vlogu çektiğim gün yine gecikmiş vlogdu. Hələ indi paylaşıram. Niyə? Çünki montaj etməyə vaxt olmur. Ona görə də gecikir vloglarım. Hələ bundan sonra bir 3 dənə vlog çəkmişəm, amma yəni sırasını gözləyir. İnşallah onlardan çox maraqlı vloglardır. İzləmədə qalın ki, abone değilsinizsə abone olun ki kaçırmayasınız hemen vlogları ve bundan sonra daha maraqlı vloglar gəlir. Qaynanam gildə oldu, bir gün olmuşuq, onu çəkmişəm maraqlı bir vlog. Daha sonra Fuad'ın ad günü idi, onu da çəkmişəm, o da hazırdı, amma yenə də oldu, dediyim kimi montajını gözləyir. Hələ ki sırada bu vlogdur, bunu montaj etdim və təqdim elədim sizin üçün. Sizə xoş izləmələr. Siz izləyin, mən də videonu sizin üçün şərh edim. Deməli qızlar, burada baldızımla bir gün önceden danışmışdıq ki, yəni həm onun kargosu gəlmişdi, həm mənim. Danışdıq ki, sabahsı günü yəni bir yerdə gedib birlikdə götürərik kargomuzu. Və elə də etdik, gəldik, kargolarımızı götürdük və baldızımın geri qaytarması var idi. Uğursuz bir sifarişi var idi, onu geri qaytardı və gələn sifarişini götürdü. Mən də öz sifarişimi götürdüm və gəldik evə. Və gələndən sonra da və orada kargonu götürəndən sonra getmişdik Ayxan marketə. Baldızımın alacaqları var idi. Mən də elə dedim ona, yol yoldaşlığı edim, getdik. Elə bir ki şeydə mən aldım Ayxan marketdən. Çox bir şey almadım. Yəni dediyim kimi baldızım üçün getmişdik. Əsas alışverişi o etdi. Və mən də belə gözüm gördüyü, bəyəndiyim bir kişi oldu. Və almaq istədim. Aldım da. Və belə yenə də fincan götürdüm. Narıncı renkdə, görən kimi nəsə cəlb elədi məni. Və aldım və 2 ədəddən belə şəffaf fincan gördüm. Həm ölçüsü, həm görünüşü xoşuma gəldi. 2 ədəd götürdüm. Birini baldızıma verdim, birini özümə götürdüm. O da mənim kimi belə xırda, şəffaf fincanlarda çay içməyi xoşlayır. Ona görə də ona verdim birini hədiyyə olaraq. Və belə bir şey gördüm. Çoxdan görmüşdüm bunu. Almaq istəyirdim. Axırı ki aldım. 4 manat 20 qəpiyyədir. Çərəzlikdir qızlar. Həm də düşündüyüm kimi tək çərəzlik yox. Yemək süfrəsində də məsələn asarti turşu, asarti pendir falan yığmaq üçün də yaxşıdır. Ona görə də 2 ədəd götürdüm ki, yəni yox idi də belə bir qabım, istədim olsun. Və daha sonra oradan manatlıq dükana da girmişdik. Bunu da Ayxan marketdən götürdüm. Altılı asılqan. Yəni asılqan nə qədər alsam da yenə də çatmır bizə. Ona görə 6 ədəd götürdüm və manatlıq dükana girmişdik. Oradan da belə bir şüşə saxlama qabı götürdüm. Bunun böyüyü məndə görmüsüz yağ yığmaq üçün var idi. Belə balacası yox idi. Yəni belə balacasını götürdüm. Təəssüf ki az qalmışdı. 3 ədəd qalmışdı. İkisini baldızım götürdü, birini mən götürdüm. Yəni orada elə hətta şey elədi ki, sən götür, eybi yox, mən istəmirəm. Dedim, yox, mənə də elə də ehtiyac yoxdur. Saxlama qabım çoxdur, ona görə də birini götürdüm. Və belə bir, bu kargomdur qızlar. Belə bir şəffaf süfrə mətbəxi üçün sifariş etmişdim. O da təəssüf ölçüsü uyğun gəlmədi, amma geri qaytarmadım. Deməli, oğlumun otağında yazı stolunun üstünə sərərəm və prikoja üçün
girişdə bizdə videoda görmüşdünüz, prixojuda balaca bir yer, ora güzgü yox idi. Dedim elə güzgünü də oradan sifariş etdim ki, yəni bəyəndim, forması xoşuma gəlmişdi. Dedim elə oradan sifariş edim. Amma sifariş edəndə də risk edərək etdim ki, birdən qırılar, güzgüdür yolda. Elə düşündüyüm kimi də oldu. Heyf, təəssüf qırıq gəldi və kənarları da o gördüyünüz bəzəklər biraz əzilmişdi. Öncə fikirləşdim ki, şüşəsini falan dəyişərəm. Daha sonra fikirləşdim ki, bir onun şüşəsinə də pul verib aha gəlib başa çıxacaq. Ona görə də elə geri qaytarma etdim həmən onu. Hardasa 20 manata yaxın idi qiyməti. Dedim geri qaytarım, buradan sifariş edərəm güzgü. Və mətbəxə keçdim ki, işlərimi görüm. Gəldim, gördüm fincanın biri belə sınıb. Oğlum dedi ki, yəni çay süzərkən isti su tökəndə çartladı altından. Ki sınan qablar olsun. Dedim eybi yoxdur, narahat olma. Və ona görə də görürsünüz qızlar, nə qədər fincan alsam da bir o qədər də qırılır. Ona görə də hər görəndə fincan mütləq almalıyam. Belə qızlar və daha sonra başladım işlərimi görməyə. Çünki axşama yox, daha doğrusu günortadan sonraya danışmışdı yoldaşımla, yəni baldızımgillə danışmışdıq. Yəni bu yoldaşım baldızım yoldaşı ilə danışmışdı ki, xanımlarımızı götürək aparaq, yəni istirahətə, yeməyi çöldə yeyək hardasa. Və ona görə də dedim tez nə işlərim varsa onları dedim ki, biraz daha sonra hazırlaşıb çıxacaqdıq. Çox az işim var idi, başladım işlərimi görməyə. Getməmişdən öncə işlərimin çoxunu etmişdim, yəni digər otaqlarda. Bir mətbəxdə işlərim qalmışdı. Yəni yeməyim də hazır var idi. Elə biraz qab çıxmışdı və belə biraz dörtüküntünü yığışdırıb pilisoslamaq falan işi idi. Dedim onları da edim ki, qalmasın. Yeməyimi də axşamdan etmişdim. Elə oğlum dünənləri demişdi ki, mama xahiş edirəm, lobya supu bişirərsən. Bizdə evdə lobya supu çox sevilən bir yeməkdir. Və dünən axşamdan lobya supunu hazırladım. Yəni qalmışdı yeməyimizdən və fikirləşdim ki, yəni günortanı o ilə yola verərlər və axşam onlar gələnə əlavə olaraq da kotlet də qızardaram. Çünki yəni biz gedib qaydacağıq, hələ uşaqlar işdədir. Yəni bol vaxtım var idi ki, onlar gələnə kimi yemək əlavə, yəni kotlet də hazırlayım. Ona görə kotleti saxladım ki, gedib gələndən sonra hazırlayaram. Hazırlayaram deyəndə, yəni mən də bilirsiniz həmişə polfabrikat kotletlər hazırlayıb qoyuram buzluqda. Yəni hazır vəziyyətdə olur. Bir tək yəni atıram üstünə bişməyə. Ona görə də rahat idim ki, kotlet də hazır var buzluqda. Gələn kimi atacağım pişsin. İsti-isti, yəni təzə-təzə yeyərlər. Və belə qablarımı da yudum və yerləşdirdim yerinə. Daha doğrusu öncədən yuduqlarımı yerləşdirdim, digərlərini qoydum ki, suyu süzülsün, daha sonra yerləşdirərəm. Elə bu arada qızlar, videonu izləyərək xatırlatmaq istəyirəm sizə ki, bəzən bir gün hiss edirəm, çünki izlənmə baxıram çoxdur, bəyənmə azdır. Ona görə belə məcburam xatırladım sizə ki, yəni o burada bəyənmə düyməsi var. Onu da hərdən tıklayın ki, videom. Yəni deyərsiniz ki, YouTube'da reklamda əsas rol oynayan düzdür, amma bu videonu bəyənməkdir, şərh yazmaqdır. Bunlar videonun necə deyim, kəşfətə düşmə ehtimalını çoxaldır da. Yəni izləməyənlərin qarşısına da çıxır. Ona görə də sizdən tez-tez xahiş edirəm ki, videonu bəyənəsiniz, bol-bol şərh yazasınız. Yəni videolarım kəşfətə düşsün ki, başqalarının da qarşısına çıxsın. Yəni kanalım daha da aktivləşsin və
edənlər bilirəm ki, bir çoxunuz artıq vərdiş etmişsiniz. Videonu görən kimi baxıram, elə like-dan baxmamış elə like edirsiniz. Hər birinizə təşəkkür edirəm. Yəni qınamıram sizi də, mən özüm də olur ki, videonu izləyirəm. Sonunda yadıma düşür ki, like etməmişəm, girib like edirəm. Bu arada hər bir vloger bacılarımıza, yəni vlog çəkən bacılarımızın hər birini çalışdığım qədər dəstək oluram. Yəni çox vaxt iş görərək izləyirəm deyə şərh yazmaq unutsam da mütləq ki like edirəm və sona qədər izləyirəm. Və sizdən də xahiş edirəm hər kəsə belə dəstək olasınız, bütün vloger bacılarımıza dəstək olasınız. Burada da yeməyimi göstərdim ki, yəni yeməyimiz var və əlavə olaraq dediyim kimi axşam gəlib uşaqlar üçün kotlet də əlavə hazırlayacaqdım. Və belə görürsünüz, mən də qızlar çalışıram buzxanada. Bol fabrikatlar olsun ki, tez bazar əl atanda hazır yeməklər olsun bişirməyə. Mətbəxdə olan demək olar ki, işlərimin çoxunu, elə bir çoxunuzda işim yox idi. Burada dəsmalımın rəngini deyəcəksiniz ki, çirklidir. Çirkli deyil, sadəcə olaraq belə salat var. Yaşılla çalar rəngi var idi. Xlora qoyanda belə bir qəribə bir rəng alınıb dəsmalda. Əslində təmizdir dəsmalım və belə. Neyse, sizinlə birlikdə işlərimi demək olar ki, çoxunu etdim. Dediyim kimi çox işim yox idi. İndi bir qaldı. Plisosdamaq işi, onu da edəcəm və daha sonra başlayacağım hazırlaşmağa. Çünki danışmışdıq ki, günorta ABD güya naharı gedək, orada edək. Amma saat 1-dir hələ, biz hələ evdəyik, hazırlaşmamışıq. Ona görə də çox güman ki, biraz nahardan da keçmiş olacaq, vaxtından keçmiş olacaq olsun. Onu evdə də yemək yemədik ki, elə gedib orada yeyərik. Və dedim, ev işlərimi tamamlayım, daha sonra hazırlaşarım, çıxarıq. Və mətbəxi də plisosdadım. İndi deyəcəksiniz ki, orada çox dərinə getmədiniz qızlar. Dolabların altına qarışqa dərmanı tökmüşəm deyə diblərə. Ona görə çox dərindən plisoslamıram ki, dərman getməsin. Onu izah eləmək istədim ki, sonra orada rəylərdə deməyəsiniz ki, yaxşı plisosdamadınız dolabların altını. Və burada da həmən o şəffaf aldığım plyonkanı sərmişdim oğlumun otağında yazı stoluna, onu göstərirəm. Biraz baş tərəfdən qısa gəldi, olsun. Əsas odur ki, tam tutdu stolunun üstünü və bunu da burada göstərirəm ki, bu yadınızdadırsa, köhnə mətbəxdə mən də dolabın altından vurmuşdum işıqlandırma üçün. Artıq yeni mətbəx işıqlı olduğu üçün ehtiyac qalmadı buna və bunu da buradan belə oğlumun yazı stoluna yuxarıdan vurmuşam ki, işıqlı olsun iş görərkən. Və belə qızlar, buranı da belə səliqəyə saldım oğlumun otağını və işim bitdi və hazırlaşıb çıxdıq. Və gəldik, həmişə gəldiyimiz bir məkan var idi. Məkanın adını da burada çəkirəm, Qəsr restoranı. Gəldik həmən bu məkana. Çox bəyənirik biz buranı. Tez-tez gəlirik. Düzdür, çoxdan da gəlmədik. Axırıncı dəfə bir neçə ay bundan öncə gəlmişdik. Və gəldik bura. Buranda belə bəlkə də çoxunuz olmuşsunuz. Burada restoran, səhv etmirəmsə, Maşdağada yerləşir.
və belə ətraflı çəkirəm ki, necə göründüyünü görəsiz. Bəlkə gəlmək istəyən olar. Çox böyük ərazisi yoxdur, yəni məkanın balacadır, həyəti, gəzməli yeri elə də yoxdur, amma ki balaca olsa da çox gözəl dizayn ediblər. Belə qədim əşyalarla, köhnə Sovet dövrünün əşyalarından hər şey yığıblar, belə maraqlı izləməyə. Muzey kimi. Görürsüz, hər əşyalar hamısı qədim əşyalardır. Və bütün bu əşyaları gördükcə, yəni o zamanı yaşadığımıza görə, o illəri gördüyümə görə əməl başlı, necə deyim, nostalgiya hissi yaşadım. Qədimi, yəni köhnə vaxtları xatırlatdı mənə. Əşyalara baxdıqca həqiqətən də belə, necə deyim, bir növ kövrəldim, belə deyək. Çünki həqiqətən də həyatımın ən gözəl günlərini, illərini həmən illər olub. Yəni Sovet dövründə ailəmlə birlikdə, atamın sağ olan vaxtı, anamın sağ olan vaxtları. Ona görə də biraz belə duyğulandım gəzərkən, izləyərkən. Əşyalar da belə çox maraqlı. Baxıram ildən ilə necə hər şey müasirləşib. Belə deyək ki, bir növ xoşbəxt insanlarıq. Biz həm keçmişi görmüşük, həm gələcəyi görürük. Yeni izləyənlər də indi bəlkə də sual doğuracaq ki, neçə yaşınız var ki, keçmişi də görmüsünüz. Yəni 46 yaşım var, az yaşım da yoxdur. Ona görə də yəni bu Sovet dövrünü yaşamışıq, görmüşük. Və ona görə də bu əşyaları görərkən nəsə bir doğmalıq gəlir mənə. Çünki hər birini zamanında görmüşəm. Və belə qızlar, gəzə-gəzə gəldik, çıxdıq oturacağımız yerə, yəni domika. Əvvəllər buralar açıq idi, yəni ağacların altında açıq bisetkalar idi. İndi isə belə bağlı şəkildə ediblər. Çox gözəl, belə maraqlı görünüşü var. Bizimkilər artıq gedib oturub domikdə. Mən isə belə çəkiliş edirəm deyə yavaş-yavaş gəzə-gəzə çəkə-çəkə gəlirəm. Və belə burada nəyə fikir verdim qızlar? Demək olar ki, bütün ağaclarda quşlara yuva qurulub, gözəl görsənirdi. Quşları da nəzərə alıblar ki, yuvaları olsun. Və bəyəndiyim bir şey də burada oldu, maraqlı görsənirdi. Hər dalana belə bir tablo asılmışdı. Əvvəllər də keçmişlərdə dalanlarda elə tablolar olurdu nömrə ilə. Elə o da çox maraqlı gəldi mənə. Və gəzə-gəzə axır ki, gəlib çıxdıq oturacağımız yerə. Burada da ki, baldızım da gəzişir. Hər dəfə gələndə bir yenilik görürük. Ona görə də maraqlı gəlir gəzmək. Və bu əsas da buranın bu yaşıllığı xoş gəlir adama. Hər tərəf yaşıllıqdır. Gül çiçəkdir. Ürəyi açılır. Həm də sərin bir yerdir. Və belə bu domikləri də hərəsini bir renkdə ediblər. O da çox gözəl görüntü yaranır. Maraqlı görsənir. Burada göstərirəm yenə də quş yuvası. Bu bizim şeydir. Və bu da bizim axırı ki gəlib çıxdım oturduğumuz yer. İçərisi də belə daxili görünüşü belədir. Burada da baldızımın yoldaşı da salamlayır sizi. Və gəlib oturmamış, dedik gedək yemək seçimimizi də edək. Əslində yəni yoldaşlarımız özü edə bilərdi. Sadəcə olaraq çəkiliş etmək istəyirdim deyə mən də getdim, çəkiliş etdim. Cəmurgah çəkmək istəyirlərsən, təqdim elə qazanları. Paparazziya gəlir. Salam aleyküm, xoş gəlmişsiniz. Qaymaqlı toyuqlu göbələkli, quzu buğlamadır. Bişnəli can ətidir, dolmadır, ağşalı yarpağınla, şapalaq danan belə antrikotu, şirəm. Şonka da ev sayağı, xoruzdur, şu şirəsində, kənd xoruzu. Hisə verilmiş can ətidir, göbələkli can ətidir, qaymaq da var istəsəniz. Spalalı qaymaqlı can ətidir. Şirəli danadı yumşaq hikayədən şabalıqdır. Eyvallah. Quzu maçalarıdır, pörtləmə şirəsində. Dananın pörtləməsidir, şirələrdən. Turş kabab canlı mətbəxindən xırda tikə, bir də şərifət. Turş kabab.
Ziricli nar qovurma canısından şalbanın aldıqlarayla. Bu da ocaq döymədir, kötüydə döyülmə öyrədi, öz püfrəvasında biraz acıdır. Buyurun, xoş gəlmişsiniz. Çox sağ olun. Sabah YouTube-da ağılır. Və qazan yeməklərinin hər birini çəkdim sizin üçün. Yenə dediyim kimi həm video maraqlı olsun, həm də ki əgər kimsə gəlmək istəyərsə bilsin yeməklərin həm təmiz bişirilməsinə, gigiyenasına, yəni görünüşünü, hər birini görmüş olasınız. Həqiqətən də yəni dəyər bura gəlməyə. Qiymətlər də münasibdir. Burada da gəzirik yenə də yemək gəlincəyə qədər. Çox maraqlı belə bir nə deyirlər buna, yerləncək var idi. Pianino şəklində onu da çəkdim. Hə, qızlar deməyim odur ki, çox gözəl, həm maraqlı, gəzməli, həm qiymətlər münasib, həm yeməklər dadlı, bir sözlə çox maraqlıdır bura. Və bura restoranın banket zalıdır qızlar. Burada da yəni kiçik məclisləri qeyd eləmək olar, nişandır, ad gündür, xınayaxtıdır. Bir sözlə kiçik məclislərin hər birini keçirtmək olar. Dedim elə onu da görsədim sizə ki, birdən düşünərsiniz ki, yəni nəsə keçirtmək mümkündür, ad günü, bəli. Kiçik məclislər üçün də yeri var. Belə qızlar, ətraflı çəkdim restoranı siz üçün və onu da deyim ki, qızlar, burada heç bir maddi marağım yoxdur mənim ki, bəlkə düşünərsiniz ki, hə, reklam eləməkdə. Sadəcə olaraq özüm bəyəndim, özüm xoşuma gəldiyim şeyləri, ümumiyyətcə məkan olsun, ümumiyyətcə hansı bir əşya olsun, geyim olsun, həmişə mağaza olsun, fərqi yoxdur, market olsun. Çalışıram sizlə də bölüşüm ki, bəyəndiyim şeylər sizinlə də bölüşmək istəyirəm. Ona görə də belə ətraflı şəkildə paylaşıram. Bir növ reklam kimi edirəm. Amma həqiqətən də 1 qram maddi marağım yoxdur. Burada da dırnaqlarımı göstərirəm qızlar. İlk dəfədir yəqin ki, əlimi bu formatda görürsünüz. Bu dırnaqları görsün necə estetisini görsənir, necə deyirlər ona, təbii görsənir. Amma Temu'dan aldığım, yadınızdadırsa, Temu'dan almışdım bu dırnaqları. Arxası özünün yapışqanı var, belə çıxardıb yapışdırır. Sən elə çox rahat, möhkəm də qalır dırnaqda. Burada da kod qoyacağım ki, istəsə sifariş verər. Yeməklərimiz də gəldi artıq. Öncə soyuq dalıcada qazan yeməkləri yoldaşımla, baldızımın yoldaşı qazan yeməyi istəmişdi. Biz baldızımla kebab istədik, bizə kebab gəldi. Onlar isə qazan yeməkləri sifariş etmişdi. Onlara isti yeməyi öncədən gəldi. Daha sonra bizə də kebablarımız gəldi. Çox dadlı idi, çox ləzzətli idi həqiqətən də hər biri. O da tatlı şeydi. Elini seveyim. Rogo versin de. Bunun içinde koz, biraz sarımsak, böyle şeyler. Bu ne? Ela bir şey değil bu. Bu süper bir şey. Sonra Ben sürüzde. O Bir daha pendir da yaxşıydı. Bu göy izlenmiş ağacı. pendiri niye götürdün? Abi canım o değişen düz değil. O seher pendirler zaten var. Onun içinde o ne? ne bileyim ben sağlam götürdüm. Cahilsen değil mi? Ha değil ha. Ya. Seher için Hollanda. Motor yok O değil. elə bir Motor motor var belə. Yox, Motoru məncə ver. o daha da Motor yaxşı. Bu iyilenmiş istemiyor ya. Allah. Sen bunu yiyiz, o da onu yesin. Allah. Sen Koyalım. onu yiyin. Koy da, belki birinin nefsi çekti, yolu koydu. Bir de göreceğiz değil mi abi? Ha bir daha da Ya. Bir tane de gazlı su. Ha. İki İki tane tane de rumka. rumka. İki tane de ronka. Allah. Bu sarı. İyi azdı ya. Besun da Allah. Bu da sarı besun. Xoşuma gəlir motor pendiri. Bu da sana besun. Görmüşsünüz Bunlar Ayxan'da kişi Eşən. koymuş efendim. Ha. Elxan neydi? Ayxan'da görmüşsünüz. O Elxan Eşənlə zaten. Ayxan'ı birləşdirmə Elxan oldu. Ayxanda nə? Pendir küfləmiş. Şeydir də o, splesinyu deyirlər ha ona. Bahalı olur ya. O başda xarab da onu yiyən. Bilirsən? Bahalı Ha, diyor. yiyenler var, bize de gizli şeyler yiyor. Şey deyim ki, o əvvəlki kimi xəttəş görsənmirəm. Mən bir dənə belə eləyirəm, quşda. Bir dənə quş, bir dənə quşda. Bir tane de baykuş. Kuş kuş. Abi mesela bu kaynar köre.
Çok sağ ol. Bu açıq durur. Çok sağ ol. Sağ olun. Oynar ki kaba bırak eşeği olar. Başka şey. Bu qabı boş gətirmişdin, heç yoxdur. Hə. O qoy. O sənin deyişən. Əvvəl onlar ama bunlar yiyən döndür. Yox, qoy ortaya, qoy ortaya, qoy ortaya. Niyə Kebab bükülü? gələnəcən Yeməyəcəksin. muşkulat edir. Şapalaq. Buyurun pilavı. Nədir bunun adı? Şapalaq. Şapalaq da. Oydu bunu çelikte. Yəni qoyuruz o kiminsə qulağın dibinə olur şapalaq. Bunu özü çox deyişən yeyənməz bunu. Gələ göyərtini qoy bura. Qoy, onu gələ bura qoy. Fəlan, sən yeməyin adı nədir? Bu. Bu boyundur, quzu boynu. Ha. İndi bir an bunu yeyək. Əgər lazım olsa bir dənə də vişnəli bilsən gətir. O da Necə istəyirsən? O da dadlı bir şeydir. Turş məzədir o, hə. Toyuq elə stola qoyulmağı ilə kərman qabağına. Yoxa çıxdı. O mən gəldim ki, bir damcı qənədindən Başqa şey qopardım. sürülər. Əmsəhə bir dənə də o acikadan gətir də. Baş üstə. Bir dənə də duşes. Bir dənə də düşür. Mən gəldim ki, bir dənə qənədindən qopardım. Baxım, eşən, qənəd getdi, Məlikə gəldi. Bir damcı qənədin ucunu mən də Yeməyimizi də yedik. Hər biri həqiqətən də çox dadlı idi, çox ləzzətli idi. Bu arada göz haqqınızı da halal edin. Və ardıcıdan restoran bizə belə bir hədiyyə göndərdi, çay. Özlərinin məxsus bir şirniyyatları var idi onunla bir yerdə. Şirniyyatı ilk dəfə idi yeyirdim. Adı da qəribə adı var idi. Qoz lüləsi. Ocaqda pişir, ocağın üstündə pişir. Bu eyni lülə formasındadır. Lülə kebab oxşayır. Amma şirniyyatdır. Adı da qoz lüləsidir. Şirədədir. Dadını necə təsvir edim sizə qızlar? Həmən bu gördüyünüz yeməyə oxşayır, amma şirniyyatdır. Dadını bilirsiniz necədir qızlar? Bu paxlavanın xəmirsiz paxlavanın içliyi də həmən o dad var, şirəli içliyinin dadıdır, eyni. Çox ləzzətli idi. Hətta o qədər ləzzətli idi ki, yedik, yəni doymadıq. Bir də, yəni bu hədiyyə idi, bir də pulla sifariş etdik ki, bir də gətirin, bir də təzədən pulla gətirdilər ikinci dəfə. Və belə burada da nömrəsini çəkirəm sizlər üçün ki, yəni gəlmək istəsəz bu nömrələrlə əlaqə saxlayıb rezerv edə bilərsiniz yerlərinizi. Və belə qızlar, burada da artıq yəni videom sona yaxınlaşır. Burada çayımızı da içdik. Biraz maraqlı söhbətlər etdik. Daha sonra hazırlaşıb çıxdıq, yollandıq evimizə. Bu arada burada dırnaqlarımı görsünüz qızlar. O qədər narahat idim, o qədər narahat idim. Yəni dediyim kimi, yəni bloqlarımda dəfələrlə demişəm, qeyd eləmişəm. Dırnaq da uzun dırnaq mənlik deyil də. Konkret olaraq heç sevmirəm. Baxıram kənardan kimdəsə görəndə xoşlayıram, amma özümdə sevmirəm. Və hətta yolda evə çatmamış elə maşında dırnaqları söktüm, o dərəcədə darıxırdım. Və belə artıq yollanırıq burada evdə. Taksi sifariş etdik və getdik evimizə. Və belə bu günümüz də çox maraqlı, çox belə yadda qalan bir gün oldu. Çəkilişdə etdim ki, daha da yadda qalan olsun. Düşünürəm sizlər üçün də izlənmək çox maraqlı oldu. İnşallah ki, şərhlərdən, rəylər, bəyənmələrdən biləcəm bunu, izləmələrdən. Və izlədiyiniz üçün də çox təşəkkür edirəm hər birinizə. İnşallah növbəti vloqlarda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Dediyim kimi, növbəti vloqlar da çox maraqlıdır. Qaçırmamağı üçün mütləq abunə olun ki, növbəti vloqlarda bildirişi gəlsin sizə. Və bugünlük də bu qədər olsun. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.